The empty silence starts to grow. I have no one left to blame. The winter winds begin to blow as I try to forget your name. The shadows fall across the floor, and I am frozen in the pain. I watch you walk out through the door, tears are falling with the rain. Əməkdaşlıqla. Dostlar, hər kəsə salam, hər kəsi kanalımda xoş gördüm və bu vlog mənim ad günü vlogumdur. Bugün sizə ad günü hazırlıqlarımı göstərmək istəyirəm və ad günü partisini. Mənim üçün biraz fərqli ad günü olacaq. Nəyə görə? Çünki 7 ildir evliyəm və 7 ildir mən ailə ilə hər il ad günümü qeyd edirəm. Düzün desəm çox da belə ad günü həvəskarı deyiləm qeyd eləməyi. Amma nədənsə bu il istədim fərqli bir şey eləyim. Tamamilə ailə ilə qeyd eləməyim. Çünki adi günlərdə də oturub yeyib içə bilərik. Yəni orada bir qeyri-adi bir şey görmürəm. Yoldaşım dedi ki, qeyd eləmək istəyirsən, dedim, yəni fərqli bir şey olacaqsa olar. Amma yəni otur, ye, iç, restoran belə və ya həyətdə yenə də iş güc mənə düşür. Ona görə də seçim elədim ki, bu il elə bir şey istəmirəm. Bu il istəyirəm rəfiqələrimlə qeyd eləyim. Maraqlı bir gün keçirdim daha doğrusu. Deməli, fikrimdə nələr var? Fikrimdə piknik var və sadə piknik deyil, master klasslı piknik. Deməli, qızlarla saat 4-də yığışacağıq. Çünki bir rəfiqəm və bibim qızı işlədiyinə görə saat 3-də çıxır və 4-də ona görə də yığışacağıq inşallah. Ondan qabaq mən gedib hər şeyimi hazırlayacağam. Qızlar isə hazır piknikə gələcəklər. Master klass nədən ibarət olacaq? Əslində birinci fikirləşirdim ki, qızları hansısa bir master klassa aparım və ya maraqlı bir aktivite edək, karting mi nəsə. Amma çox tərəddüd elədim, hər şey alt-üst elədim. Gördüm ki, ən yaxşısı yenə də master klassdır və rəfiqəmin biri dedi ki, neynirsən sən aparıb bizi master klassa, əgər sən özün rəssamsan və bizə o master klassa keçə bilərsən. Düzdür, mən özüm də onda iştirak eləmək istəyirdim, amma nəysə, eybi yoxdur, belə də iştirak eləyərəm inşallah. Dedi, yesuçda kömək eləyərsən bizə də. Beləliklə, ad gündə 5 qız olacaq. Əslində, piknik də dərhal beynimə girmədi, nəyə görə? Çünki onsuz qızlarla ayrı-ayrıcılıqda görüşməli idik. Amma belə bir hadisə baş verdi ki, 2 dənə fərqli rəfiqələrim, biri Tuladan, biri Moskvadan Bakıya gələsi oldu. Sırf mənim ad günü aralığıma düşdüyü üçün fikirləşdim ki, elə hamısını yığım. Bəlkə hər kəslə ayrı-ayrı görüşsəydim, vaxtım çatmazdı. Çünki anayam, işim var, evim var, özümə vaxtım var. Ona görə də ola bilsin ki, görüşə bilmədim. Amma belə də çox maraqlı vaxt keçirmək olar və qızların hamısı belə deyim, pozitivdir, bir enerjilidir. Məncə çox yaxşı uyumlu olar. Halbuki, yəni mən fərqli insanları bir ortama yığışmasını sevmirəm. Düşünürəm ki, o tam da düzgün deyil, amma burada qızlar hamısı birincisi rus dillidir, pozitivdir dediyim kimi. Yəni tam mənim enerjimdə insanlar. Ona görə də ancaq rəfiqələrimlə yığışacağam və qəşəng vaxt keçirəcəyik inşallah. İndi gəlin sizə göstərim hazırlıqlarımı. Nələr hazırlamışam piknik üçün. Deməli, ilk öncə piknik nədən ibarət olacaq? Bir dənə plet sərmək istəyirəm altımıza. Sonra isə üstünə belə bir Sinsaydan belə bir daroşka aldım. Səhv eləmirəmsə indirimdə idi. Ya 4 ya 5 manata nəsə belə aralıqda olmalıydı. Bunu ortaya sərəcəm və bunun üstünə isə 2 dənə taxta masam var. Biri səhər yeməkləri üçün, biri isə kabablar üçün. Mən də düşünürəm ki, birinə pizza sifariş edib qoyarıq, birinə isə sushi rollu. Rollar üçün təsəvvür eləyin, düşünürdüm ki, rolları sousunu görəsəm mən nəyə tökəcəm, belə estetik olmayacaq şəffaf plastik qabda. Və o gün anamla bir mağazaya girmişdik. Qarşıma nə çıxdı? Belə bir sousnitsa. 1 manata idi cəmi. Ona görə də 6'sını aldım. Elə 6'sı qalmışdı. Yəni rəsmən qismət oldu mənim üçün. Sonra isə dekor olaraq evimdə belə bir element var. Bunu da bu arada o qızlar hədiyyə eləmişdi. Hansı ki, bu dəfə ad gününə gələcəklər. Sonra isə belə bir dekorum var. Bunu əslində xüsusi olaraq özüm üçün almamışdım. Bunu oğlumun ad günü üçün almışdım. Amma məncə istifadə olunmuyor və eləcə qataqlı qalmışdı evdə. Mən də düşündüm ki, niyə də istifadə eləməyim?
Sonra isə belə bir 3 dənə şam qabım var. Düşünürəm dekor olaraq istifadə eləyim. Belə bir şamdanlarım da var. Düşünürəm ki, bunların içinə fırça falan belə şeylər qoya bilərəm. Hər qızın qabağına belə bir kətan almışam. Malbert üzərində 20-20-yə. İstədiyi şəkil çəkəcəklər və Sinsayda başqa belə bir naborlar aldım. Akril kraska. Nəyə görə? Çünki akril kraska havada tez quruyur. İlk 2 saat böyük ehtimal şəkillərimizi çəkəcəyik. Sonra isə yeməyimizi yeyəcəyik. Yəni o vaxta qədər şəkillər də quruyacaq. Bunlardan isə 3 dənə aldım. Məncə xeyli bəs eləyər və hər naborda 4 dənə fırça da var. Əslində məndə evdə fırça da var, boya da var, amma düşündüm ki, elə bunlar rahatdır, balacadır, bunları da apararam. Sonra isə hər qız üçün belə bir çanta aldım ki, rahat evlərinə apara bilsinlər çəkdiyi rəsmi. Sonra belə bir butulkam da var. Bunu Zara'dan almışdım və düşünürəm ki, bizə su lazım olacaq fırçaları yumaq üçün və bu da həm gözəl estetik görsənir, həm də ki, əlverişli olacaq. Və masanın üstünə, pledimizin daha doğrusu üstünə hər kəsin qabağına belə bir boşqab altı qoyacağım. Bundan da məndə 6 dənədir. Sonra isə kağız tarelkalar. Başqa meyvə aparacağım. Sok, su, belə yəni. Məncə maraqlı keçəcək. İndi gəlin sizə belə bir şey göstərim. Valiva Special'dan belə bir tort sifariş elədim. Əslində mənim ad gündə 2 dənə tortum olacaq. Bu tort bu dəqiqə kontent çəkmək üçün almışam. Çünki üstümü özüm bəzəmək istəyirəm, yazmaq istəyirəm Happy Birthday və şəkil çap eləmişəm. Onu da üstünə qoyacağam. Çubuğa yapışdırıb belə bir gözəl qutu gəlib. Üstündə belə bir şam verirlər. Deməli açdıq və burada nə görürük? Palitranın üzərində ağ tortumuz var. Fırça qoyulub. İstəyə görə 2 dənəsini qoyula bilər. Sadəcə olaraq mənə lazım değildi deyə xanım birini qoyub və burada 5 dənə belə rəng qoyulub. Əslində 3 dənə qoyulur, amma mənim istəyimə görə 5 dənəsini qoyub və yeməli belə prisipkalar qoyub. Bir də ki, nəyə qeyd eləmək istəyirdim. Xanım çox qəşəng hər şeyi yapışdırıb ki, heç bir şey tortun karkasına toxunmasın və onu zədələməsin. İndi gəlin başlayaq. Empty silent stars to go. I have no one left to blame. The winter winds begin to blow as I try to forget your name. The shadows fall across the floor. Deməli, Dijbela ilə mən bu yazını yazdım. Çox çətin imiş əslində. Burada belə bir şey hazırlamışam. Şəkillərimdən ibarətdir və gəlin bunu kəsək. Try to forget your name. The shadows fall across the floor. Deməli, burada nə eləyirəm? 20 manata aldığım nasatkanı çalışıram meşokun içinə yerləşdirim. Ucunu kəsib içinə kremli meşoku qoyacağım. Bu arada demədim, bu mənim artıq ikinci ad günü tortumdur. İstədim özüm bəzəyim. Nəticəni birazdan sonra görəcəksiniz. Mütləq yazın, bəyəndiniz yoxsa yox. Deməli, burada artıq çəhrayı kremlə tortun üzərindən keçmişəm, amma nəticəni çox da bəyənməmişəm. Yenə də tərəddüd eləyirdim. Sonra isə keçdim sarı kremə və düşündüm ki, çəhrayı kremi mən buradan silmək istəyirəm. Ehtiyatlı kremi götürdüm, bacardığım qədər səliqəli ikinci dəfə çəkdim. Sonra isə keçdim xırda detallara. Empty silent stars to go. I have no one left to blame. The winter winds begin to blow as I try to forget your name. The shadows fall across the floor and I am frozen in the pain. I watch you walk out through the door while tears are falling with the rain. Dostlar, mən hazıram ad günümə. Belə hazırlaşdım. Məncə çox minnoş alındı. Bu kardiganı keçən Dubaya gedəndə Zara'dan almışdım. Paltarı isə Rusiyadan Reservit mağazasından almışdım. Belə ayağıma da yəqin Zara'dan bir dənə sandalyum var. Onları giyinəcəm. Xaki rəngdə. Burada isə aparaturalarımı yığmışam. Telefonlarım, zaryadka, powerbank falan filan. Və artıq burada da hər şey hazırdır. Gəlin göstərim. Bu 2 paketin içində oturmaq üçün yastıqlar, döşəkçələr və pled altımıza sərəcəyik. Üstünə
Bir dənə daroşka göstərdim. Sonra isə burada ştativ var, stolu götürmüşəm, güllərim, vazam, bakallar götürmüşəm. İstəyirəm estetik şəkillər falan olsun. Sonra isə burada master-klass üçün çoxlu şeylər var və biraz qab-qacaq falan. Burada isə mənim tortumdur. Dünən hazırladığım tort. Məncə bu da çox qəşəng olub və mən çox qəşəng uyumlu olmuşam bu tortla. Çünki kardiganım biraz sarıya çalır və paltarım da çəhrayıdır. Burada da eynən. Əslində konsepti elə torta uyğun eləmişəm, biləsiz. Sonra isə meyvə şirələri yığmışam, soklar falan və estetik su qabım. Düzdür, çox ağırdır. Özü də ağırdır. İçində 2 litr su da var, amma neyniyək də? Mujum beli qırılacaq. Beləliklə mən də artıq hazıram. Gözləyirəm Vüsal gəlsin. Saat 4-də işləyib və 4-ün yarısı biz əslində orada olmalıyıq, amma mən hələ şam da almalıyam. Makiyajından çox xoşum gəldi. Yəni bugün həqiqətən də parıldayıram. Bu arada bugün 31 yaşım tamam olur. Oxşuyuram. Ciddi sualımdır. Mənə maraqlıdır sadəcə olaraq. Bu arada bir dənə aşağıdan da bir şəklimiz düşdü. O da nəyə görə düşür? Əslində çox qəşəng yapışıb. Amma arxasında elə bir ki o stoyka var deyə onu düşməyə kömək eləyir. Yəni məncə o olmasa düşməyəcək heç nə. Hətta kızımız gör ne qəşəng arıqlayıb ha. Ahey, çok öyle. Aa, Dostlar biz geldik. Biz geldik ve kızlarım da geldi. Gelin görün biraz. Aç bak. İkisi burada, üçü hələ yoldadır. Neyse hadi biz başlayaq hazırlamağa. bugünkü dress kodumuz Biz açıq renklərdir gelmişik və şik. Ad gününe. Ne. boş günlə yığışmışıq. Тортик умеешь. Не, он еще не закончен, мне тогда нужно вставить еще. Yarımçıq tortikimiz. Девчоночки пришли. Kızlarımız geldi daha doğrusu. Я же на азербайджанском веду канал. Я забыла. Qızlardan xahiş eləmişdim ki, hər kəs mənə bir dənə gül alsın, hansı ki mənə oxşuyur ki, axırda bir qəşəng buket yığım. Спасибочки. Necə sənə layiq, sənə oxşayan gül. 2 dənə gül. Привет. Dnем rождения. Спасибочки. Deməli, bu da bizim qızlar. Qızlar göstərim sonra stol. Burada malbetlər belə hazırlamışıq. İndi master-klassımız olacaq. Və kraskalarımız, tortikimizi elə-belə bəzək üçün qoymuşuq. Bu da bizim mini dekorumuz. Kamera bu arada çəkir, ikinci kamera. Sonra blogerlər burada yığışıb, hamısı bayaqdan kontent yaradır. Bu mənim güllərim. Hoşum belə, biz indi şəkil çəkəcəyik. Qızlarla xeyli estetik şəkillər çəkdik. Sonra nə qədər söhbət etdik və oturduq şəkil çəkməyə. Правда, она мне сама написала, типа, что она хочет на мать делать, но потом я это всё- Həcər nə çəkirsən? Ürək. Bu qız, sən nəsən? Mimik.
Химикті, kimyaçıdır. Во. На азербайжанском, пожалуйста. Olsa rusko diliçini kızdardı. Hanım kız ne çekirsiz? Что-то итальянское? Neyse. Limonlu. Paltarı sarı, özü de limon çekir. Malades. Seviş hanım, ne çekirsiniz? Пандушка. Ha, копия. Наргиз ханым, что вы нашли? Не знаю, какой-то закат. Посмотрим. За Зейну. Буда. Ты бы вышла сейчас за Зейна? Да. Klon hakkında danışırıq. Kim baxıb? Да, но не изменяет, конечно. Не изменяет? Изменяет Зейну. Саид? Но он изменяет, потому что она тоже изменяет. Şəkil çəkməyə kimə lazım idi, kömək etdim. Sonra isə qızlar fotosessiya elədi. Daha doğrusu şəkillərini mən çəkdim. Deməli, kuryer zəng eləmişdi və burada not var, записка. Если бы у каждого был такой друг, как ты, мир был бы намного лучше. С днем рождения, Хаджар. Губа на связи. Я знаю, губа на связи – это Мапи. Спасибо, Мапи. Очень красивый букетик. И прям, но это мои цвета и мои цветы. Hem benim güllerimdi, hem benim renklerimdi. Yani sevdiğim bile tonlarda bir buketti. Çok sağ ol Mapi. Allah razı olsun. Öptüm. Akçabədi na связи. Dostlar, dəhşət tərləmişəm. Bayaqdan gəlmişik və hər şeyi burada yığmışıq. Çox istidir. Düzdür, bəlkə də dəhşət dərəcədə isti deyil, amma sadəcə olaraq mən qaçıram, eləyirəm. Biraz hazırlıqlar görürəm deyə. Ona görə isti ola bilər biraz. Yəni belə. İndi qızlar orada şəkil çəkir. Gedim relax mahnı qoşum. Maraqlı keçirək günümüzü. Və kızlar orada şekiller. Deməli, artıq saat 6 oldu və yeməklərimiz də gəldi. Ура! Yeməklər. Ура! Lovely. Kraskalarımızı atırın. Atırın geçsin. Это Папа Джонс? Yeməklər. Oh. Bismillah. Немножечко кладем. Gün olur mu acaba? Dikkat etsene. Turn a single image into a video that means you can test multiple styles. The empty silence starts to grow. I have no one left to blame. The winter winds begin to blow as I try to forget your name. The shadows fall across the floor, and I am frozen in the pain. I watch you walk out through the door. Başucuna koysan beni ihanete gelmem ben bana küs. Здравствуйте. Ad günümüzün hele de sonu değil. Biz hele de buradayız. Şekil çekiyoruz. Bence biraz kabağa gel. Şey gidiyor. Işık gidiyor. Oğlum nereye kaçtın? Sana bir şey soracağım. Dostlar, bizdə artıq saat 9-a qalıb. Qızlar burada şəkillərini çəkir. Məndə nəsə tam alınmadı. Vaxtım olmadı. Bu Sevanın pandası. Bu Həcərin kimyası. Qızın adı mənim yadımda qalmır da. Deyir limonları çəkir. Я клянусь, не могу запомнить, как ее зовут. Bilmirəm. Ne bileyim. Başka bir ad koyardılar. Dillerdi. А yadımda da qalmır. Так, у Терри там что? Терри, покажи, пожалуйста. Нарка решила дома порисовать. Покажи пока, что у тебя получилось. А, далековато? Ну ладно, тогда не запаривайся. Tortumuzu hələ də kəsməmişik. Düşünürük ki, aşağılarda hardasa bir dənə çay gedib alıb yeyək və bu da mənim güllərim bu arada. Bu və bu. Dostlar, biz gəldik belə bir məkana çay içməyə. Oğlumu da paz verdik mujum. Hə, ona görə də nəysə biz buradayıq. Kstati, əsl konditor kimi görün mən çiçəkləri nətər bunun içinə qoymuşam. Salafan deyil, pişivo plonkaya bağlamışam. Bunlar Maşallah, ellerine sağlık. Spasibo. Bizimlərini çıxardım. Tortu
Deməli. Kızlar da çəkdi. Əcər xanım, təbrik edirəm. Spasibo. Neçə gözəl yaşlar. С днем рождения! Happy birthday to you! Happy birthday. 100 yaşa! Мы Марину видели, как реакция на этот подкаст в первый день. Она стакан берет, типа палец в руки и вот так. Bence onu yarı böl. Buyurun. Yaxşı da sənə də qoyuram balam. Na, bu sənin. Выглядит хорошо, прям. Кто хочешь маленький? Мне маленький, пожалуйста. Пожалуйста. Кому большой? А лимончик кто-то хочет? Да, я limon seviyorum. Я тоже хочу. Dostlar, deməli məndə biraz hədiyyələr var ad gündən qalan və mən sizinlə birlikdə onları açmaq istəyirəm. Təsəvvür edin, bugün ayın 7-sidir və mən 3 gündür gözləyirəm ki, vaxtım olsun, sizinlə birlikdə açım bunları. Gəlin başlayaq. Deməli, ilk öncə ən böyük bağlamadan başlamaq istəyirəm. Tadam! Və qızlar bu hədiyyəni verərkən, daha doğrusu piknik idi deyə, onlar elə yoldaşımın maşınına qoydular. Onu görən kimi mən görmədim bu hədiyyəni. Deməli bu hədiyyəni mənim üçün Tərişlə Nərgiz rəfiqam alıblar. Mən demək istəyirəm ki, bu Yelləncəkdən keçən yoldaşım mənə 2 dənə almışdı. Düzdür, hələ də asmamışıq, amma nə mutlu bizə ki 3-cü gəldi. Bu da oğlumun olar. Gəlin deməli bunu açaq. Maraqlıdır ki, hamısı eyni rəngdədir, yoxsa yox? Deməli, belə bir yerləncəkdir. Yuxarıdan asırsınız, oturursunuz və yerlənirsiniz. Çox sağ olun qızlar. İnşallah ki asacağıq. Sonra eltimin hədiyyəsi. Gəlin bunu açaq. Dadadadam. Belə bir çanta. İçində nələr var? Hər iki tərəfdən knopka ilə bağlanan belə bir balaca çanta. Və belə. İçində zamoklu hissəsi olmağı çox yaxşıdır. Çünki pul qoysan, ya nə bilim, karandaş qoysan. Məndə adətən karandaşlar itir. Çox sağ olsun. Sonra Həcərimdən hədiyyə. ASMR. Açırıq, baxırıq. Bu nədir belə? Tadam! Deməli, burada nə var? Burada belə bir parfüm var. Bir iyilək. Necə necə iyi var. Mən əslində sizə deyim ki, 28 il yaşayıb parfüm istifadə eləməyən Həcər, adım doğulandan sonra başladım nisbətən qoxuları sevməyi. Və bu da çox belə cüzi şirin, light qoxudur. Yəni belə çox kəskin deyil və ona görə də məncə istifadə eləyəcəm. Başqa nə var burada? Deməli, burada balaca bir versiyası da var. Bunu çantada hərləyəcəm yəqin ki. Sonra belə bir pomada. Gəlin vuraq baxaq. Qəşəngdir. Gəlin açın baxın rənginə. Qəşəng rəngi var məncə. Bunu da sevə-sevə istifadə eləyəcəm. Sonra Sevinçlə Günel mənə belə bir hədiyyələr elədi, amma hələ də bilmirəm içində nə var. Gəlin birlikdə açaq. Əslində açmaq istədim. Mən bilən bijuteriya olmalıdır. Son vaxtlar dəhşət xoşlayıram bijuteriyanı istifadə eləmək. Belə bir qutusu var. Deməli açırıq. Nə maraqlı qutusu var. It's for you. Tada! Burada da belə bir kışlyoçik kimi bir qabı var. Açırıq. Ay Allah. Nə şirin. Belə bir qolbaq. Anam mənə sep almışdı Mirvaridən. Onları dəst kimi olaraq vura bilərəm. O biri bijuteriya baxaq. Bu da belə bir sep. Şirin bir qəşəngdir. Bunu da sevə-sevə vuracağam. Çox sağ olun. Və salam. Bu da mənim hədiyyələrim. Və mən qızlara demişdim ki, hər kəs mənə oxşadan mənə bir gül alsın. Axırda bir buket yığmağım üçün və görün nə alındı. Tadam! Görün nə maraqlı buket alınır. Maraqlı məqam odur ki, yoldaşım mənə bu gülü alıb, Günel də mənə eynən bu gülü alıb. Sonra yoldaşım mənə çəhrayı liliya alıb oğlumun adından və eynən, amma ağ liliyanı mənə Sevinc alıb. Nərgiz mənə ağ qvazdikalar alıb. Təriş də çəhrayı qvazdikalar və biraz ağ qvazdikalar, səhv eləmirəmsə,
Biraz mix eləmişdi o. Bir iki tane gülü özüm almışdım tort üçün ve düşündüm ki onları da bura koyum. Bir de hecerini almışdım. Akustava qızıl gül almışdı. Ve okumak istedim ki neye göre ele almıştı. Лихаджар Адхаджар. И знаешь, почему именно белые кустовые розы? Наверное, потому что они не пытаются быть самыми яркими, но именно на них хочется смотреть дольше всего. Mən belə yazıları, notları, zapiskaları çox sevirəm və düşünürəm ki, belə bir şey ağlına gəlibsə insanın, yəni sən onun üçün sadəcə bir insan deyilsən. Yəni yaxın bir insansan, o dəqiq elədir. Çox xoşbəxtəm ki, ətrafımda belə gözəl insanlar var. Ne deyim başqa? Bu arada bir dənə də buket var. Onu artıq orada görürsüz. Dadadadam. Bunlar isə mənim mapimdəndir. Vüsalın əmsi qızından. Belə bir qəşəng buketikdir. Biz artıq 3 gün keçib deyə bəzi güllərimiz elə o buketdə də bu buketdə də biraz solub, amma yenə də məncə çox gözəl görsənir. Bukette yazılmışdı ki, bilmirəm notum hardadır, zapiskam hardadır, amma burada da yazılmışdı ki na связи Guba və onu oxuyan kimi bildim ki o mapidir, çünki biz danışanda o adətən deyir alo alo Akçabədir. Ona görə də bilirəm ki dəqiq bu mapidəndir və sonra çox sağ olun bildirdim. Bu qədər vlogumu axıra qədər baxdığınız üçün çox sağ olun. Ümid edirəm vlogumu bəyəndiniz. Əgər kanalıma abunə deyilsinizsə, siz bilirsiniz nə etməlisiniz. Sağ olun, öpürəm.